Nənəm dedi ki, bala, bu nə gündür, anquta dönübsən, yəni arıqlayıb anqut quşunu oxşayırsan da belə. Marilyn Monroe öləndən sonra qadın bədən fiqurası da oğlanlaşmağa başladı və arıqlıq başladı təbliğ olunmağa. Tanınmış adamlar var ki, arıqlamaq üçün ölürlər, həyatlarını qurban belə komaya düşürlər və xilas edilmək olmur. Məsələn, evdar qadınam, 3 uşağım var, ömrü boyu orqazm hissi keçirməmişəm. Mən nəyə üstünlük verəcəm? Bir nə dadım yemək qalıb, bir də seriallar qalıb və yeyəcəm, seriala baxacam. Mala ki, çox istifadə edən toplumlarda ürək xəstəlikləri, artıq çəki və xroniki yorğunluq sindromu çox olur. Qorxudan arıqlayanlar daha çox həyatdan tez küsə bilənlərdir, depressiya daha tez girə bilənlərdir. Qorxudan kökələnlər isə həyat eşqi olan insanlardır. Nədənsə tutub qalmağa çalışırlar. Nədən tutacaq? Yeməkdən tutacaq. Həyatdan küsən insanın, həyatdan tutacağı bir dənə yer qalıb, o da axşam gəlib saat 1-də 2-də soyucudan dadlı hesab etdiyi şirniyyat və digər yeməkləri yemək. Depressiyanın və xroniki yorğunluğun altında bəzən gizlənən bir şey var. O da vitamin D əskikliyidir. Yeməkdən həzz almaq bizim cəmaatın çox ağıllı olmasından irəli gəlir. Amma yeməyin özündən yox, qarnıma daha çox doldurmaqdan həzz almaq bu təşvişdir. Bizim bir var kebabın dadına baxdım, bir də var ki 5-6 tikana ötürdüm içəriyə. Deyəsəm, istəmədiyin cavab oldu. Alfa Xrom, artıq çəkidən azad ol. Xoş gördük dəyərli dostlar, yenidən qarşınızdayıq. Bugünkü mövzumuz artıq çəkidir. Artıq çəki müasir dövrün deyədim ki, ən qlobal problemlərindən biridir və insanların bugün bir nömrəli problemi məhz arıqlamaqdır. Ümumiyyətlə artıq çəkinin yaratdığı fizioloji və psixoloji səbəblər nələrdir? Bugün bundan danışacağıq. Studiyamızın qonağı psixoterapevt Əli Nağıyevdir. Xoş gördük. Sağ olun. Necəsiz? Sağ olun. Minnətdaram təkrar dəvətə görə. Biz təşəkkür edirik. Əli bəy, ümumiyyətlə artıq çəki həqiqətən insan bədəni üçün, ümumiyyətlə insanın ruh halı üçün bir problemdirmi? Maraqlı sualdır. Ümumiyyətlə çəki, artıq çəki bir ara elə bir standartda dünyaya tətbiq və təklif etdilər ki, söhbət gedir 60-cı illərdən sonra. Marilyn Monroe öləndən sonra qadın bədən fiqurası da oğlanlaşmağa başladı və arıqlıq başladı təbliğ olunmağa. Kuturiye, yəni yüksək moda və dərzilər başladılar öz modellərini bu şəkildə seçməyə. Bilmirəm, onların şuuraltı cinsi azlıq nümayəndəsi olmaqlarından mı dolayı belə olubdur ki, daha çox oğlana oxşayan fiquraları sevirlər ya yox, amma qadınlar üzərindən xüsusilə. Çünki qadınlar daha güclü alıcılardır axı. İstənilən şirkət sahibi bunu bilir ki, satıcı bilir ki, qadın daha güclü alıcıdır və ilk alıcı qadındır və bu mənada qadınlar üzərindən arıq olmağı təbliğ etməyə başladılar. Mesela mənim yadımda nənəm dedi ki, bala, bu nə gündür, anquta dönübsən. Bizim bölgədə elə bir söz var, anquta dönmək. Yəni arıqlayıb anqut quşunu oxşayırsan da belə. Bu yaxşı bir şey sayılmıyıb heç vaxt müəyyən dövrdə və düşüncədə. Amma siz insanlar bir kənardan o biri kənara getməyi xoşlayırlar. Ya çoxlu çəki olacaq, ya da ki, yox, arıq olmalıyıq hamımız. Bu təbliğatın nəticəsində başlandı psixogen anoreksiya deyə bir problem ortaya çıxdı. Yüzlərlə, yüz minlərlə, milyonlarla gənc bu xəstəlik, yəni yemək yeməyib acından ölmək. Bugünə qədər də tanınmış adamlar var ki, arıqlamaq üçün ölürlər, həyatlarını qurban belə komaya düşürlər və xilas edilmək olmur. Tanınmış insanlar var, Azərbaycanda da belə hadisələrə şahid olmuşuq. Yəni, o qədər arıqlamaq kultu təbliğ etdilər ki, bu sualınızda məntiq var doğrudan da, artıq çəki problemdirmi? Və axırda bu fikrə qənaətə gəldilər ki, bu yanlış təbliğatdır. Və bugün, məsələn, Barbie kuklalar var axı məşhur. Onların içində görürük ki, toppuş Barbie kuklalar da satılır. Yəni, uşaqları belə öyrətməyin deyir. Uşaqların fərqli, qızıl ortada qalmağı. Qızıl orta odur ki, mən özümü sağlam hiss edən qədər çəkim normaldır. Mən özümü sağlam hiss edirəmsə, çəkim normaldır. Mənim özümün 110 kiloqram artıq çəki var. Diri çəkim 110 kiloqram, belə deyək. Bu 110 kiloqram çəki ki, məni narahat edəcəksə, mən dağa çıxa bilmirəm, dağa hər gün çıxmam ki, olsa. Normal gündəlik həyatımı icra edə bilmirəmsə, müəyyən yeri, sürətli yeriyə bilmirəmsə, təng nəfəs oluramsa, sinəmdə sıxıntı olursa, ayağım dayanırsa, müəyyən sağlamlıq problemləri yaşayıramsa, mənim artıq çəkim var. Mən 2 mərtəbə qalxmağa tənbəllik edirəmsə, yatmağa daha çox yuxuya meyilliyəmsə, bu mənim çəkim artıq mənim üçün problemdir. Məsələn, mən cəmi 4-5 saat yatıram. Mənim yuxuma problem eləmir. 5 mərtəbə deyirsə qalxıramsa, bu problem deyil. Amma adam var, çəkisi artıq 2 mərtəbə qalxmaq istəmir. Onun üçün artıq çəki problemdir. Bilirsiniz nə demək istəyirəm? Yəni, məni çəki narahat edirsə, gündəlik həyat funksiyalarıma, rifahımı pozursa, bu xəstəlikdir. Zaten Dünya Səhiyyə Təşkilatı nə deyir? Xəstəlik nədir? Məsələn, artıq çəkisi xəstəlik o vaxt bilərik ki, insanın biopsixososial varlıq olduğu üçün insan o vaxt sağlamdır ki, o bioloji, psixoloji və sosial rifah halındadır. Əgər mən bioloji çəkim çoxsa və bu məndə gərginlik yaradırsa, mən artıq sağlam deyiləm.
Əgər mən çəkim çoxdur, amma qaça bilirəm, dura bilirəm, həyatımı normal yaşayıram, amma bunu psixoloji problemə çevirirəmsə, bu da xəstəlik halıdır. Dismorfomaniya, obsessiv kompulsiv pozuntu növüdür. Təşvişli xəstəlikdir. Əgər mən deməli çəkini sosial ünsiyyətlərində mənim üçün problem olursa, bu psixososial problemdir. Mən öləndə mənə məsələn 4 nəfər apara bilirdi qəbirdə, indi 110 kilo aparmaq üçün gərək bir 8 nəfər lazım olacaq. Bu artıq onlar üçün problemdir, sosial problemdir. Bizə nə məsələn, və yaxud avtobusda bir yerə 2 yer tuturamsa, bu sosial problem. Yəni artıq çəki o vaxt problemdir ki, xəstəlik halı yaşadır sənə. Yoxsa problem deyil. Bəzi insanlar var ki, əsəbləşən zaman başlayır yeməyə. Yəni dayanmadan yeyir. Bəzi insanlar var ki, biraz əsəbləşdi, biraz demək olar aqressivləşdi. Yeməkdən kəsilir, ümumiyyətlə su belə içə bilmir. Bu nə ilə bağlıdır? Hə, nə ilə bağlıdır? Dedim, misal çəkdim, amma çox vacib mövzuya gidirsiniz. Buna deyirlər qida davranışı pozuntuları. Təşvişli xəstəliklərdə qida davranışı pozulmaları. Məsələn, mənim təşvişim yox olmaq, ölüm qorxusuna bağlıdır. Lap kobud formasını deyirəm, amma digər dərin incəliklər də var orada. Mən cəmiyyətdə yox olmaqdan, itməkdən, görünməməkdən qorxuram. Şuuraltı nəticə? Ye, böyük ol, daha böyük ərazini tut, daha çox görünməlisən. Ona nə lazımdır? Yemək yemək. İkinci, mən qorxuram ki, həyatımın dadını ala bilməyəcəm. Həyat sanki əlimdən axıb gedir hər gün. Bir ləzzət almaq istəyirəm. Məsələn, evdar qadınam, 3 uşağım var, ömrü boyu orqazm hissi keçirməmişəm. Cinsi əlaqənin həzzini görməmişəm, ünsiyyət həzzi görməmişəm, sevgi görməmişəm. Mən nəyə üstünlük verəcəm? Bir dadım yemək qalıb, bir də seriallar qalıb da. Yeyəcəm, seriala baxacam, yeyəcəm, seriala baxacam. Gedib o marketdən ancaq şirniyyatlar alacam. Bilirsən nə istəyirəm? Bu nəyə gətirəcək? Artıq çəkiyə. Deməli, qida davranış pozuntuları psixoloji əsaslıdır. Başqa səbəblər də var. Qorxudan yemək də var və s. Amma qorxudan arıqlayanlar da var. Bu ayrı mövzudur. Daha çox təşviş bəli çəkini artırır. Qorxudan arıqlayanlar və kökələnlərdən istəyirəm danışaq. Qorxudan arıqlayanlar daha çox həyatdan tez küsə bilənlərdir və həyatdan daha tez qopa bilənlərdir. Depressiyaya daha tez girə bilənlərdir. Qorxudan kökələnlər isə həyat eşqi olan insanlardır. Nədənsə tutub qalmağa çalışırlar. Nədən tutacaq? Yeməkdən tutacaq. Nədənsə tutacaq. Amma qorxudan arıqlayan artıq həyatdan əlini üzməyə meyilli, psixoloji yük daşıyanlardır. Daha çox xolerik tip deyə bilir. Tiplər düzdür, belə dəqiq bölünmür müasir dövrdə, amma yenə də cəmiyyətin tanıdığı ilə desək, daha çox xoleriklər arıqlamağa meyilli olur qorxanda. Daha çox flegmatiklər və ya sanguiniklər qorxanda kökəlməyə meyilli ola bilər. Müəyyən bir yanaşmalar eləmək olar burada. Təcrübəyə və elmə əsasən. Yəni ki, qorxanda kökələnlər daha çox həyatdan tutmağa, onlarla işləmək daha asandır. Arıqlayanlar? Qorxanda arıqlayanlar biraz həyatdan tez qopmağa meyillidirlər. Çünki yemək yadlarından çıxır. Yemək ən vacib şeydir, bazı fizioloji tələbatdır. İnsan yeməkdən uzaqlaşırsa artıq həyatdan uzaqlaşır demək. Şuuraltıdır. Bir də məsələn Azərbaycan xalqında əyləncə anlayışı fərqlidir. Biz adətən məsələn əylənmək, yeyib-içmək. Hə, yeyib-içmək kimi baxırıq. Məsələn, həftə sonu nəyə gedək? Məsələn, Xəngəliyə, havalar soyuyub. Gedək Şamaxıda bir gəzək, orada kabab yeyib, falan yerdə falan şey yeyək, gedək Qazaxda xəngəl yeyək. Bəli. Gəzmək yeməklə bağlayırıq. Niyə gəzməyi yeməklə bağlayırıq? İstirahəti yeməklə bağlayırıq? Bəs nə ilə bağlayırıq qızım? Maraqlı. Məsələn, idman eləmək, gedib hansısa bir dostlarla İdmandan ləzzət almağı öyrənmək üçün gərək zallarda vaxt keçirəsən. İdmandan ya professional idmançılar ləzzət alır, ya da əzələ şişirdib özü figurasına ləzzət alana ləzzət alır. İdmandan ləzzət alan mən eşitməmişəm qızım. 20 ildir insanlarla psixoterapiya kimi işləyirəm. Mən idmandan həzz alıram, doktor deyən adam eşitməm. Piyada yerimək, yürüyüş eləmək. Özünü öyrədir. Hə, piyada yerimək, yürüyüş eləmək dostlarına axırda yürüdün, sonra nə etməlisən? Yemək yeməlisən. Yeməlisən bir dadlı kabab, quzunu ki asmadın, kabab kəsib doğramadın, onun kababını buğulamasını yemədin. O həyatın nə ləzzəti oldu ki onda? Deyəsən, istəmədiyin cavab oldu qızım. Yəni, yemək həyatın halal həzz formatlarından biridir. Bəli, idmandan həzz alan var mı? Var. O, bir də vurgulayacağım. İdmandan kim həzz alır qızım? Zallarda vaxt keçirib və idmanın həzzini tuta bilən insanlar var. Və yaxud da ki, bədən şişirdəcək, bədənin quruşuna həzz almaq üçün motivasiyası olacaq. O da yenə prosesdən həzz almır, nəticəyə görə işləyir. Prosesdən həzz almağı öyrənmək bu artıq meditasiyadır, bu yüksək səviyyədir. Bu bir samurayın bir qılınc hərəkətləri kimi deyək. Nə bilim, bir qılınc ustasının qılıncı yonmasının aldığı həzz kimi. Bu sonraki, bu dərin mərhələdir və bu insanların 2%-nə xasdır. Meditasiyadan həzz almaq insanların çox az qisminə xasdır. Bir işi meditasiya çevirmək, məsələn, yeməyin özünü belə, insanların çox az hissəsinə xas bir keyfiyyətdir. Ona görə yeməkdən həzz almaq bizim cəmaatın çox ağıllı olmasından irəli gəlir. Amma yeməyin normasından və yaxud da ki, məsəl üçün, yeməyin özündən yox, qarnıma daha çox doldurmaqdan həzz almaq bu təşvişdir. Məsələn, bir var kababın dadına baxdım. Bir də var ki, 5-6 tikana ötürdüm, içəri getdi.
Dadını hiss eləmədin ki, sən elə bil ki, böyük bir şey udmaq. Əfi ilan kimi uddun, sonra ağac tap, sarın ora həzm elə. Hətta insan həmin vaxtda qidanı yediyinin fikrində olmur. Yəni qabağında nə qədər qida olsa belə baxmır nə yeyir. Üçüncü də insanlar bazal şeyləri var, bazal tələbatlar, yeməkdir, cinsi əlaqədir, havadır, sudur, bazal fizioloji tələbatları birgə ödəyəndə daha yaxın olurlar. İnsanlarda ruhi dəyər olmayanda bazal fizioloji tələbatlar onları yaxınlaşdırır. İnsanlar ruhi dəyər olanda baxmır, yeməkdir. İki sevən yeməsə də bir-birinə həzz alır. Sevgi çünki ruhi dəyərdir. Amma 3-5 dost məsələn yığışıb yeyib içib həzz ala bilsin, onlarda ruhi dəyər yoxdur. Onlar nədən həzz alacaqlar? Birgə həzz almaq prosesindən. Cinsi sferada pozuntular da buradan çıxır. İndi Azərbaycanda təhlükəli şeylər dəbə girməyə başlayıb. Eyni şey yeməyə də bağlıdır. Yəni insanlar birgə, indi birgə üzrə ayaq yoluna birgə gedən insanlar silsiləsi ortaya çıxıbdır. Avropada dəbə alına gəlir, 2 unitaz qoyurlar yanaşı oturmaq üçün. Çünki fizioloji tələbatlar birgə ödəyirlər, ruhi dəyər yoxdur axı, ruhi dəyər, emosional dəyər. Ancaq fiziki tələblər üzərində yaşayır, insanlar bunu öyrədiblər. Və bu fiziki tələblərin içində fiziki tələbatı ödəmək hissəsində, cinsi əlaqədə, yeməkdə insanlar yaxınlaşır. Ayaq yoluna getməkdə yaxınlaşır, onlarla zarafatlaşırlar. Hətta komediya ilə məşğul insanlar da yəni qurşaqdan aşağı zarafatlar edir ki, bunlarda daha çox tələbat var. Belə bir dünyada yaşayır qızım. Ona görə yemək içməyin qarşısını ala bilməyəcəksiniz. Gərək insanların tərbiyəsini dəyişəsiniz. Ruhi səviyyə qaldırasınız ki, yemək içməkdən həzz almaq azalsın. Daha çox mənəvi həzzlər. Yoxsa yürüyüş də mənəvi həzz deyil. Mənəvi həzz yürüyərkən öz sevgilinlə ağacdakı bir quşun rənginə baxıb və yaxud Allahım nə gözəl yaratmısan deyib həzz almaqdır. Və bir-birinə bu gözəlliyi bəxş eləməkdən həzz almaqdır. Ona görə sualdan cavab belə çıxır. Həzz almağın qarşısını almaq olmur. Amma həzzin növünü dəyişdirmək olar. Və yemək içmək də bizim cəmaatımızın əlindən almayında o həzzi. Yox, əlindən almayında. Amma spirtli içki olmaz deyə bilərik. Dadı uzun müddət hiss eləməklə qarnımızı doldurmuş, şişirtməyə bilərik. Bunlar demək olar. Həzzi uzatmaq istəyirsən 3 tikə kabab yemək, bir tikə ye, amma uzun şeylə. Onda sənə ziyan olmayacaq. Alfa Xrom, artıq çəkidən azad ol. Əslində deyirik ki, qidanı yeyən zaman sən bütün konsentrasiyanı qidaya verəndə, yəni nə yediyinin fərqinə varanda və çoxlu çeynəyəndə həm qida daha rahat şəkildə həzm olunur, həm çox yemirsən. Çox yeməmək üçün müxtəlif dadları da birləşdirmək üsulu var. Müxtəlif dadları birləşdirsən, mədən artıq bir dənə növ qidanı verir, zərərli qidanı çox yer tutmayacaq. Acını turşu şirinlə əvəzləyəndə mədəni tez yəni ki, mədə bir qida ilə çox dolmur da, ancaq şirin şey yemirsən, ancaq ət yemirsən artıq. Yəni salat, turşu, salat, soğan yeyəndə ətin miqdarı azalır, onlardakı zərərsiz məhsullar da bitkilərdir. Belə qaydalar var da. Məsələn, mən çəkini o cür saxlayıram öz çəkimi. Daha da fikir verirəm, yoxsa kökəlməyə meyliyəm genetik olaraq. Bir də var ki, məsələn, qida yeyərkən televizor izləmək, telefona baxmaq, ümumiyyətlə bunların qida pozuntusuna təsirləri necədir? Qızım, bu müasir insanlardan bu əlindən o telefon ala bilməyəcəksiniz. Yəni, bunu deməkdə bəli, fayda var, zərərdir, əlbəttə zərərdir. Bayaq dediniz axı, meditasiya eləməkdən alıkoyur, götürür səni. Yəni, bir var mən yediyim yeməyin dadına fikrimi yönəltmişəm. Bir də var TikTokda kimsə danışır, mən yeməyi mexaniki yeyirəm. Təbii o mənə o xeyri verməyəcək və daha çox yemək təhlükəsi yaradacaq. Çünki doyma hissi gec çatır axı beyinə, 20 dəqiqə sonra çatır. Arıqlamaq istəyənlərin qarşılaşdığı ən böyük problemlərdən biri də yemədikləri halda kökəlmələrdir. Məsələn, bəzi insanlar var ki, mən su içdim, kökəldim. Yəni bədən başlayır yediyi adi bir qidanı belə depolamağa. Bu nə ilə bağlıdır? Çox maraqlı suallardır. Tibbdən xəbər olan insan suallardır. Ümumiyyətlə, jurnalistika sahəsində olan insanlar, mövzulara gələn insanlar vaxtilə dövlət kanalımızda efirdə olanda mən bunu vurğuluyordum. Tibbi jurnalistika olmalıdır və buna hazırlanmalı insanlar ki, mövzudan xəbər olsun. Buna health communication, səhiyyə kommunikasiyası deyirlər. Səhiyyə kommunikasiyasına uyğun suallar verirsiniz. Niyə? Çünki maraqlı bir sərədə gəldik. Aha, mən su da içirəm, kökəlirəm, doktor. Bu nədir? Bu artıq xəstəlik halıdır, çəkinin xəstəlik halı. Yəni, nə başlayıb səndə? Metabolik sindrom başlayır səndə. Nədir metabolik sindrom? Metabolizm nədir? Bədəndə maddələr və enerji mübadiləsi. Bu pozulub deməkdir. Dismetabolizm başlayıb səndə. Necə pozulub? Artıq depolanmağa, yağlanmağa, bədən yağlanmağa və şirinləşməyə, turşulaşmağa gedir. Bədən əvvəl şirinləşir, sonra turşulaşır. Necə turşulaşır? Şəkərli diabetə meyillik, sonra bədəndə oksidləşmə, turşulaşma artır. Bədən turşuyur, bədən acıyır, bədən qocalır, bədən çökür. Onda artıq sən doğrudan da az da yesən, kökəlməyə meyillənirsən. Miqdarı azaltmaqla iş həll olmur. Müalicə lazımdır. Əgər sən deyirsən ki, doktor, mən su da içirəm, kökəlirəm, demək səndə metabolik sindrom təhlükəsi var. Nədir? Əlamətlərdən deyək. Birinci, təzyiqin yüksəlməyə meyilli olur.
Hər 10 kiloqrama 10 mm civəstun təzyiq arta bilər. Sonra nə baş verir? Hiperinsulinemiya. Yəni qanda insulin artır ki, şəkəri pi qoymur axı, şəkəri bədən həzm eləsin. Və insulin çox lazımdır ki, şəkər mübadilə qoşulsun. Şəkər enerji mənbəyidir axı. Ona görə hiperinsulinemiya başlayır. Və qanda nə baş verir? Xolesterin, pis xolesterin, aşağı sıxlıqlı lipoproteinlər artır. Buna dislipidemiya deyirlər. Dislipidemiya, üçüncü əlamət, vacib əlamət. Dislipidemiyadan nə çıxır? Ateroskleroz və ürək damarları və beyin damarlarının tutulması, qaraciyərin piylənməsi. Heç bir şey yoxlatmır ki, qaraciyərin ultrasəs ilə qaraciyərdə birincidən yuxarıya, ikinci, üçüncü dərəcəli hepatoz, steatoz varsa, yəni piylənmə varsa, səndə metabolik, sən nə yeyirsən kökələcəksən. İzləyicilərimiz öncəki müsahibəmizdə yəqin ki, o həkimimizin ifadəsini xatırlayırlar. Həkimimiz alfa-lipoik turşusundan danışmışdı. Mən şəkərli diabetə keçid mərhələsində insulin direnci formalaşanda alfa-lipoik turşusunun orqanizmə təsirləri haqqında siz danışdınız. Ümumiyyətlə bilmək istədim ki, alfa-lipoik turşusunun təsirləri necədir? Alfa-lipoik turşusu sinir sisteminə dəstək olan preparatdır və mübadiləni yaxşılaşdıran preparatdır. Və görürəm alfa-xrom qoymuş, xrom sözü var. İçində xrom da varsa, xrom da məhz o arıqlamağa kömək edən maddədir. Qısa şəkildə bunu deyə bilərəm, çox dərinə getmədən. Çünki mən bioloji aktiv maddələrin biokimya proseslərə müdaxiləsi, filan qaraciyər fermenti, bunlar məncə maraqsız olacaq. Bunu qoy o sahəli mütəxəssislər desinlər. Mən mütəxəssis baza ixtisasım həkim olduğu üçün dəqiq bilirəm ki, xrom bizə lazımdır və metabolizmi yaxşılaşdırmaq üçün lazımdır. Dəqiq bilirəm ki, alfa-lipoik turşusu şəkərli xəstələrə verilir ona görə ki, məhz sinirləri qorumaq üçün, metabolizmi yaxşılaşdırmaq üçün, pi mübadiləsinə müsbət təsir etmək üçün. Öncəki videolarımızda da izləyicilərimizə bu haqda biz məlumat vermişik. Alfa-xrom preparatı qida əlavəsidir və çox adam bizə bununla bağlı soruşur ki, bəs dərmandırmı, necə qəbul etməliyik? Qida əlavəsi əslində təhlükəli bir maddə deyil. Yəni siz necə ki qidanı qəbul edirsə, qida əlavəsi də o formada qəbul olunur. Alfa-xrom preparatının tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var ki, bu maddələr dediyiniz kimi həm sinir sisteminin fəaliyyətinə dəstək olur, həm insan uzun müddət ac qalıb arıqlaya bilir, həm maddələr mübadiləsini sürətləndirir, həm də ki və ən əsası qocalma prosesinin önünə keçdiyinə görə sizi daha gənc və sağlam görünmənizə dəstək olur. Əlavə edeyim bir bənd şəklində. Deməli, əgər mənim artıq çəkim mənim üçün artıq problemə çevrilibsə, mənə 3 şey lazımdır. Yenə 3 prinsiplə var. Birinci mənə lazımdır dietoloq və ya bu işlə məşğul endokrinoloq, çəki problemi mütləq lazımdır. İkinci mənə lazımdır psixoterapevt. Çünki mənim yeməyə meylənməyim psixoloji əsasları var. Kökəlməyə meylim təkcə genetik deyil, psixoloji əsasları var, mütləq var. Üçüncü də qida əlavələri, alfa-xrom kimi qida əlavələri istifadə edin. Hətta bunu həkimə deməmişdə gedib aptekdən almaq ixtiyarınız və imkanınız var. Bu əlavəm olsun. Alfa-xrom, artıq çəkidən azad ol. Doktor, bəzən olur ki, biz gün ərzində çox işləyirik və demək olar ki, az qidalanır və yorğunluq səbəbilə axşam evə getdiyimiz zaman həddindən artıq yeməyə başlayırıq. Ümumiyyətlə, bu xroniki yorğunluqdur, depressiv hallardır, payız da gəlib. Payızda insanlar daha çox depressiv olurlar. Ümumiyyətlə, bu dövrdə biz niyə çox yeyirik və bunun bizim kökəlməyimizə necə təsiri var? Bayaq bir maraqlı məqamı toxunduq. Mən siz sual vermədən danışdım ki, təşvişdə insan həyatdan qopmamaq üçün yeyir, kökəlir. Depressiya halında həyatdan küskünlük var, başqa ləzzət qalmadığı üçün yeyir. Depressiyalı insan nə olur? Həyat eşqi ölür. Həyatda zövq itir. Bayaq bir xanım misal çəkdim, bir qadın misal. O təşviş yox, daha çox depressiya aid idi. Həyatdan küsən insanın, həyatdan tutacağı bir dənə yer qalıb, o da axşam gəlib saat 1-də 2-də soyucudan dadlı hesab etdiyi şirniyyat və ya digər yeməkləri yemək. Yeyib sonra yatmaqdır. Yeyən kimi də gedib uzanıb yatacaq. Yəni bu nədir məsələ burada? Depressiyadan doğan artıq çəkidir. Xroniki yorğunluq halı da, yəni depressiv halın səbəbi və ya nəticəsi ola bilər. Və xroniki yorğunluq halı amma təkcə depressiyadan olmur deməliyik. Bunu vurğulamalıyam. Yeri gəlmişdir. Çünki belə preparatlar təqdim edirsiniz, onu mən vurğulayacağam. Depressiyanın və xroniki yorğunluğun altında bəzən gizlənən bir şey var. O da vitamin D əskikliyidir. Bu sübut olunmuş nəticələr var ki, məsələn, insanın həyat eşqi azalır. Hərəkət eləmək istəmirəm, hərəkət eləməyə can çəkirəm, artıq çəki var ya yox da, fərqi yoxdur. Onda bir vitamin D-ni yoxlatdırmaq faydalıdır. Və xroniki yorğunluq halı olan insanlar hətta yoxlatmamış, bayaq dediyimiz kimi profilaktik vitamin D3 qəbul edə bilər. Profilaktik dozada, yəni hər yerdə qəbul olunan qida əlavəsi kimi istifadə edə bilər, dərman kimi yox. Dərman kimi həkim deməlidir, nə qədər içəcək, bəli. Bəli, gündəlik yenə doza 1400 vahidi keçməməlidir. Siz məsələn preparat alanda mütləq onun üzərindəki rəqəmlərə diqqət eləyin və əgər mədə bağırsağınızda da problemlər varsa, mütləq çalışın ki, tabletka şəklində siz onu qəbul edəsiniz. Çünki yağlı preparatlar çox mədə problemi yaşayan insanlarda həzmə getmir. O zaman doktor, demək olarmı ki, məsələn xroniki yorğunluq məhz depressiyaya səbəb olur?
Xroniki yorğunluq halı depressiya səbəb olurmu? Yox məncə. Əksinə, çox vaxt depressiyadan xroniki yorğunluq ortaya çıxır. Xroniki yorğunluq sindrom olaraq niyə ayrılır bilirsən qızım? Ona görə ki, depressiyanın, yəni nəticəsi kimi yox, bir çox xəstəliklərin nəticəsi kimi çıxır ortaya. Xroniki yorğunluq sindromu durur ortada bir səbəb. Bir səbəb depressiv, böyük depressiv pozuntudur. Böyük depressiv pozuntu özü xroniki yorğunluq halı kimi üzə çıxa bilir. İkinci, xroniki yorğunluq halının səbəblərindən biri xroniki infeksiyalar. Herpes virus infeksiyası, AIDS virusu, xroniki başqa infeksiyalar. Bunlar da bədəndə canımızdan can alır da bir növü. Sonra qırmızı əti çox yemək. Xroniki yorğunluq sindromu səbəblərindən biri. Çünki xüsusilə iri heyvan əti, quzu əti yox, məsələn, mal əti, dəvə əti kimi. Mal əti bizim toplum çox istifadə edir. Mal əti çox istifadə edən toplumlarda ürək xəstəlikləri, artıq çəki və xroniki yorğunluq sindromu çox olur. Çünki o əti həzm eləmək bədənimiz gücü gedir, canından can gedir bədənimizin. Ona görə xroniki yorğun ola bilirik. Bəs ağır olaraq deyirlər ki, məsələn, quzu əti çox ağırdır, məsələn, təzyiq xəstəliklərindən Quzu əti can verər, mal əti can alar deyirdi qocalarımız. Elə deyil. Quzu əti yaxşı həzm olunur, düzgün bişirilsə, düzgün istifadə olunsa. Amma onun da yenə hər gün yeyilməsi doğru deyil, onun başqa fəsadları var təbii. Amma illa ki, qırmızı ət yeyəcəksənsə, quzu və keçi əti yemək daha düzgün, nəinki mal əti. Biz isə mal əti daha çox istifadə edirik. Sonra digər səbəblərdən biri də məhz vitamin D çatışmazlığı vardır ki, o da əzələ yığılmasına, yəni zəifliyi yarada bilər və insan özünü xroniki yorğun, üzgün hiss edə bilər. Yəni belə səbəblər var. Onların biri də vitamin D çatışmazlığıdır. Doktor, bəzən panik atakla təşviş pozuntusunu qarışdırırlar. Ümumiyyətlə, bu panika ilə təşvişin fərqləri nələrdir və ümumiyyətlə, bu problemdən xilas olmaq üçün siz izləyicilərə nə tövsiyə edərdiniz? Birincisi, bu terminologiyanın çox yanlış təbliğat gedir. Xüsusilə Türk psixoloqları bizdə çox yayğın və dəbdədir. Onlar panik atak sözünü dəbə saldılar. Panik hücumdur, panik atak deyil əslində bizim dildə. Panikanın bizə hücum etməsi. Və məntiqsiz bir şey ortaya çıxdı. Diaqnoz kimi bunu vurğulayırlar. Bu diaqnoz deyil, bu bir əlamətdir. Yəni, nə oxşuyur təşvişlə panikanı müqayisə etmək? Qriplə qızdırmanı necə müqayisə edə bilərik? Deyə bilərsiniz. Qızdırma qripin əlamətidir. O qızdırma qripdə də ola bilər, bruçeliozda da ola bilər, başqa xəstəliklər ola bilər. Demək, qızdırma nədir burada? Simptomdur, əlamətdir. Bəzən sindromdur, amma xəstəlik deyil, nazoloji vahid deyil. Ona görə, məsəl üçün, panik atak deyəndə bilməliyik ki, panik atak təşviş əsaslı pozuntular deyirik biz. Onların o üzə çıxan bir əlaməti kimi ortaya çıxır. Hansı xəstəliklər? Fobik pozuntu, yəni bir qorxu olan insanda birdən arada bir panika tutması ola bilər. Panik pozuntu. Nədir panik pozuntu? Panika tutmaları olduğu üçün insan daim panika gözləntisi ilə yaşayır. Yəni xəstəliklər bunlardır. Panik atak bunların əlamətidir. Sonra generalizə olunmuş təşviş pozuntusu. Bunun da bir əlaməti panik atakdır. Panik atak savadlı yanaşsaq əlamətdir, xəstəlik halı deyil. Ona görə də panikası varsa bir insan, onda mütləq içində təşviş pozuntusu ola bilsin, var, panik pozuntu var və s. və ilə axır. Ümumiyyətlə, nevrotik tipli psixi pozuntular ağacın 2 budağı var. Birinci budaq təşviş budağıdır. Təşvişin bazası yox olmaq qorxusudur. İkinci budaq nədir? İkinci budaq depressiya, məyusluq budağıdır. İnsan ya qorxar, ya məyus olar. Ya qorxar, ya da ki, buna frustrasiya deyirlər, quyuya düşər, qorxu. Yəni ki, arzuladığı həyata keçməz bir nevi. Hər ikisi yox olmaq qorxusunda durur bazasında. Ona görə budaq kök biridir, amma budaqlar ayrıdır. Yəni, panika təşviş budağının əlamətidir. Depressiyada panika olmur. Bəli, ağır psixi pozuntularda da panik ataka oxşayan hücumlar olur, hətta şizofreniyada da olur. Hətta maniakal depressiv psixozda ola bilər belə əlamətlər. Bu artıq o psixozun bir qoludur, o da bir əlamətdir. Amma panik atak ayrıca xəstəlik kimi mən qəbul etmirəm. Və panikadan doktor necə qurtulaq deyəndə görün nə qədər mürəkkəb bir şey ki, mən efirdən bəzi fırıldaqçı, hətta türk həkimlər var, fırıldaqçı adlandıraq onlar. Çünki Dünya Səhiyyə Təşkilatının prinsiplərinə zidd olan yanaşması ki, yoxdur nevroz, yalan deyirlər sizə. Psixoloqlar bunda çörək qazanır deyirlər. Halbuki dünya təsnifatında belə xəstəlik var və belə fırıldaqçılar sizin xəstəliyinizi dərinləşdirir, özünüzü aldatmayın və panikaya aradan qaldırmaq üçün falan şey eləyin deyib, populist çıxışlar, onlar neyinəcək? Onlar yalnız palliativ, yəni bir dəstək yardımıdır. O vəziyyətdən çıxdığın hər şey, amma yenə
sabah panik olacaqsan. Olacaq. Müalicə deyil axı o. Bəli, göz hərəkətləri, tənəffüs gimnastikası alın, açın götürün. Ətrafa baxmaq, əşyalara diqqət Yəni bəli, EMDR söykənən göz hərəkətləri ən vacib terapiyada üsullardan biridir. Yəni bunları birini təklif edirsən, amma bu problemin kökünü, mən niyə panikaya düşürəm? Mən nədən qorxuram? Və bu qorxu hansı yanlış fikirdən, irrasional fikirdən doğur? Burada kognitiv behavioral terapiya lazımdır. Belə panik ataq tutmaları olan insan birinci xəstəliyin bazasını, qorxunun bazasını tapmaq lazımdır. Təşviş qorxu deməkdir axı. Təşviş səbəb bilinməyən qorxudur. Tapandan sonra da o səbəb nədir? Qorxunu yaradan fikirdir. Buradan deməli əvvəl qorxunu aradan qaldırmaq üçün EMDR terapiya işlətmək olur. Dərinə gedəndə kognitiv behavioral terapiya. Yəni düşüncəni dəyişirsən ki, sən qorxmayasan. Düşüncə dəyişdikcə panik ataq tutmalar başlayır sönməyə. Yəni baş versə heç nə olmayacaq belə. Necə? Yəni hansı bir hadisə baş verəcəksə qoy baş versin. Yəni sən bir şeydən qorxmursansa, panikan olmayacaq. Qorxunu tapırsan və qorxuya münasibət dəyişirsən. Qorxuya qələbə çalırsan da. Qorxuya qələbə çalmaq mümkün deyil. Qorxuya yaradan fikri dəyişdirmək olur. Heç nə, məsələn, nevroza qələbə çalacam. Bu məntiqsiz yanaşma olur. Nəyə görə? Nevroz çünki mübarizə aparıcı böyüyür. Müalicə, nevrotik tipli psixopozundan müalicə birinci onu qəbul etməkdir. Sonra başa düşmək ki, sənin hansısa fikrin yanlışdır. O fikri dəyişsən, hisslərin dəyişəcək. Çünki bütün emosiyalarımız düşüncəmizə söykənib. O düşüncə dəyişməsə, ona görə deyirlər kognitiv behavioral terapiya. Mən hətta deyirəm kognitiv emosional behavioral terapiya. Yəni düşüncə dəyişir, davranış onda dəyişir. Düşüncə dəyişməsə, hisslər və davranış dəyişmir. İnsan 3 hissədən ibarətdir. Baxın, düşüncə, hisslər, yəni emosiya, bir də davranış. Bu üçü bir-birinə bağlıdır və bazada durur nə? Kökdə düşüncəmiz durur. Bizim bütün oturuşumuz, duruşumuz hamısı düşüncə bazasıdır və düşüncəyə, beynimizə oturtduğumuz software, proqram bazasıdır. O proqramın içində yanlış fikirlər, yanlış qorxular yaradır. Yanlış fikirlər dəyişəndə qorxular gelir. Psixoterapiya ona görə asan iş deyil. Cərrahiyyədən bax olmalıdır əslində. Mən danışdırsam bunlar deyəcəm. Bir cərrahın beyni yaxşı işləməsə, sakit olmasa, o əməliyyata düzgün eləməz. Psixologiya insan həyatının bazası, düzgün psixologiya. Kurs keçib 30 manatlıq seans keçmək psixoterapiya olmaq demək deyil. Pul qazanmaq məqsədi güdmək. İşimizə sevgi ilə yanaşmalıyıq və məsələ nədir? Bütün bu dediyin problemlərin kökündə, bazasında istəyirsən bugün hansısa qida əlavəsi iç, bu gözəldir. Əlbəttə gözəldir. Amma sən düşüncəni dəyişməlisən. Düşüncəni dəyişsən ki, alfa-xrom mənə xeyir eləyir, alfa-xrom sənə xeyir eləyəcək. Düşüncə vacibdir. Əslində xəstəlikləri yaradan da bizim düşüncələrimizdir, sağaldan da düşüncələrimizdir. Bəli, belə 100% elədir. Həyata baxışımızdır. Onda arıqlamaq istəyirsinizsə, düşüncələrinizi dəyişin. Bəli, İv Petrovun qəhrəmanı Kazima Prutkov nə deyir? Deyir, xoşbəxt olmaq istəyirsən, ol da deyir. Yəni, счастливым rusca deyirlər, будь им. Vəssalam, yəni o sənin seçimindir. Xoşbəxtlik təsadüf deyil, seçimdir. Bugün müsahibəmizdə artıq çəkinin yaratdığı fəsadlardan, fizioloji və psixoloji ümumiyyətlə problemlərdən danışdıq. Amma həkimimiz çox doğru vurğuladı ki, əslində bizim düşüncələrimiz bizim həyatımızı idarə edir. Həm sağlamlığımızı, həm ümumiyyətlə bütün həyatımızı da, yəni düşüncələrimiz idarə edir və siz arıqlamaq istəyirsinizsə, əslində bu beyindən başlayır. Bəli, doğru düşüncəni düzəldəndə çəkini düzəltmək olur. Təşəkkür edirəm Əli bəy müsahibəyə görə. Məncə izləyicilərimiz üçün çox maraqlı bir müsahibə oldu. Biz bugün həm qida əlavələrindən, həm sağlam həyat tərzindən, arıqlamaqdan və ümumiyyətlə cəmiyyətimizdən danışdıq. Əlavə suallarınız varsa, sizi maraqlandıran məqamlar oldusa, şərh bölümümüz açıqda yaza bilərsiniz. Əli həkimə suallarınız olacaqsa, Əli həkim nömrəsinin şərh bölümündə açıqlamada da qeyd ediləcək. Videonun üzərində də var. Müraciət edə bilərsiniz suallarınızdan bağlı. Belə doktor, onda izləyicilərimizə son olaraq nə tövsiyə edərdiniz? Tövsiyə edirəm ki, mən işlətdiyim qida əlavələrini işlətsinlər və özünü tanımaq yolunu tapsınlar. Özünü maddi bədən yox, əbədi ruhi varlıq kimi görə bilsinlər. Və ali şəxsin, Allah ali şəxsin bir parçası olduğumuzu unutmasınlar. Unutmasınlar ki, bundan qabaqki həyatları olduğu kimi bundan sonra da həyatları var. Təkcə bu gördüyümüz dünya, virtual dünya deyil gerçəklik. Gerçəkdir mi? Gerçəkdir, amma virtual gerçəklikdir. Bunu unutmasınlar. Oyundur, bunu unutmasınlar. Çox ciddi yanaşmasınlar bəzi şeylərə. Xoşbəxt və sağlam olsunlar. Çox sağ olun, təşəkkür edirik. Belə dəyərli izləyicilər, özünüzə yaxşı baxın, sağlam qalın.